Şəhəri bir-birinə qatan Tofaş sürücüləri. Yəqin ki, sosial şəbəkələrdə, xüsusən sutkanın qaranlıq vaxtı ağlınıza gələn və gəlməyən bütün təhlükəli qayda pozuntuları edən Tofaşların videolarını görmüsünüz. Patrulaz olaraq biz də bir neçə dəfə bu avtomobillərin təhlükəli qayda pozuntularının görüntülərini paylaşmışıq. 99 RU 039 və 99 OS 084 dövlət qeydiyyat nişanlı avtomobillərin sürücüləri mütəmadi olaraq qırmızı işıqdan keçməklə, əl eləcəyindən istifadə edərək avtomobili fırladıb axına qarşı hərəkət etməklə, avtomobilin təkərini yerində fırladıb yandırmaqla, dövlət qeydiyyat nişanlarının birini və ya ikisini çıxarıb avtomobil idarə etməklə, avtomobilləri sağdan, soldan iki avtomobilin arasından necə gəldi keçməklə və daha nələr etməklə digər hərəkət iştirakçılarına təhlükə yaşadır və sanki belə də olmalıdır kimi bütün bunların video görüntülərini öz sosial şəbəkə hesablarında paylaşırlar. Patrulaz olaraq bizə yaxın olan mənbələrdən bu sürücülər barəsində niyə bugünə qədər bir tədbir görülmədiyini öyrənməyə çalışdıq. Verilən məlumata görə onlardan biri özünü hüquq müdafiəçisi və siyasi partiyalardan birinin sədrinin yaxın dostu kimi təqdim edir. Digəri isə üzərində daim kəsici, deşici alət gəzdirir və yol polisi əməkdaşları onu saxlamaq istəyən kimi özünə xəsarət edəcəyi, özünü doğrayacağı ilə hədələyir. Əməkdaşlar da belə olduğuna görə onları saxlamağa tərəddüd edir. Çünki birinin özünü doğrayıb, digərinin də bunu lentə alıb yol polisinin sürücünü özünə xəsarət həddinə çatdırdığı ilə bağlı video görüntü paylaşacağı ehtimalı var. Belə olan halda isə əməkdaşlar ac qulağın, dinc qulağın prinsipi ilə tək ki bizdən uzaq olsunlar deyib bu şəxslərə qarşı heç bir tədbir görmürlər. Lakin hər gün bu cür avtomobil idarə edən şəxsin bir gün kiməsə xəsarət yetirəcəyi qaçınılmaz olacaq. Yəni gərək kimsə xəsarət alsın, bu cür sürücülərin qurbanı olsun ki, ondan sonra tədbir görülsün. Əgər bu cür sürücülər haqqında bir tədbir görülməsə, bu gedişlə belə hərəkətlərə meyilli sürücülərin gündə biri cibinə ülgüc qoyub özünə xəsarət edəcəyilə bağlı təhdid edib hoqqa verməyə başlayacaq. O zaman isə bunun qarşısını almaq daha çətin olacaq. Səməndər Riftəliyev, Elcan Teymurlu, Gülnar Ələmdar qızı, Patrul AS.